Şagird yerə enməyə hazırlaşır. Təkanı icra etmiş ayağını irəliyə, sərbəst ayağa yaxınlaşdırır və onu sinəyə doğru çəkir. Burada uçuş fazasındadır da müəllim bu hərəkətlər. Bəli, uçuş fazasıdır. Sürətlənmə hərəkətləri, estafetlər, sürətli oyunlar hansı hərəkə qabiliyyətə aiddir? Sürətlənmə hərəkətləri, estafetlər, sürətli oyunlar. Bu sürət. Bəli, sürətdir. Aradakı fərqi hiss elədiniz də. Bayaq nə deyirdi? Deyirdi ki, yüngül və ağır çəkili daşlarla və yaxud da əşyalarla estafetlər oyunlar. Orada təyinatı nə idi? Qüvvə idi. Nəyisə daşıyırdın, müqavimət edirdin. Burada isə deyir ki, sürətlənmə hərəkətləri və sürətli oyunlar. Sürətin öz tərifini qoyur da sualın içinə. Bunu da oxuyuram, 2% qalıb ona görə. Oxu, sonra Orxan davam edəcək. Hansı qaçışa aiddir? Bu mənim maneələrlə qaçış. Niyə tələsirsən? Yox müəllim, bu sədlərlə qaçışa aiddir bu. Y variantı. Bəli, sədlərlə qaçış. Maneələr ayrıdır. Orxan davam elə. Müəllim, mən çıxdım. Eyni vəziyyətdə uzun müddət saxlanılmasıdır. Əhsən. Start. Handbol idman oyununda 7 metrli penalti zərbəsi zamanı yenilən zaman zərbəni yetirən oyuncusunun əlindən topla düzgün çıxış vəziyyətinə qərarı icazə verilmir də mən biləm. İcazə verilməyəcək, əvəz etmə icazə verilmir. İcazə verilməyəcək, doğrudur. Şəkildə müəyyən edilmiş yükün idmançı orqanizmin iş qabiliyyətinin bərpası üçün kifayət edəcək sinir və qida sistemi bu B2-dir, ribofalindir. Riboflavin.